Bugün Arazdayım ama farklı bir rolda. Bir günlük satıcı olacağım. Görək bir günlük satıcı hansı işleri görür ve gün ərzində hansı situasiyalarla karşılaşır. Hamısını sizinle tek tek bölüşeceğim. Gelin gedək. İlk işimiz formamızı giyinməkdir. Gedim formamı giyinim, gəlin işe başlayaq. Formam hazırdır. Bugün su bölməsində çalışacağıq. Gəlin biraz vitrinləri qaydasına salaq. Vitrinlərimiz biraz boşalıb, gedim depodan məhsulları götürüb, gəlin vitrinləri təzədən düzək. Bəzi məhsullara endirimlərimiz var. Hazırda qiymətləri yeniləməliyik. Belə ki, köhnə qiymətləri çıxarırıq və yeni endirimli qiyməti əlavə edirik. Saat 1 tamamdır. Artıq nahar vaxtıdır. Gedək naharımızı edək. Daha sonra işlərimizə qaldığımız yerdən davam edərik. Görək bugün bizim üçün nə bişiriblər. Və beləcə Arazda bir iş günüm bitdi. Bəzən mağazada olan işlər çox sadə və rahat görünür, lakin bu işlərin arxasında böyük bir komanda və ciddi bir əmək var.